Aha, deməli uşaqlar, biz bugün sizinlə Azərbaycanın iqlim tiplərinə baxacağıq. Şagirdlərin ən çox, deyək, çətinlik çəkdiyi mövzulardan biridir. Biz başlayaq yavaş-yavaş, digər şagirdlər də birazdan qoşularlar. Aha, deməli uşaqlar, biz bilirik ki, Azərbaycanda iqlim qurşağı olaraq 2 dənə iqlim qurşağı yayılıb. Deməli, bunlardan biri əsas subtropik, qismən də mülayim iqlim qurşağı biz bilirik ki, Azərbaycanda mövcuddur. Mülayim tutur, deməli, təxminən şimal bölgələri ərazilərini, baxın bu hissədən yuxarı mülayim deyirik biz və digər ərazilər isə bu hissədən aşağı isə subtropik, deməli, iqlim qurşağına düşür deyəcəyik. Burada əsasən şagirdlərin, belə deyək, qarışdırdığı məsələ Azərbaycanda iqlim qurşaqları ilə iqlim tiplərini qarışdırırlar. Əsas burada biz bilməliyik ki, sırf iqlim qurşağı olaraq, mən burada digər səhifədə qeyd edeyim. Aha, deməli, burada iqlim qurşağı olaraq Azərbaycanda 2 dənə dedik, mülayim, təxminən 30-31% deyirik biz buna. Digəri isə subtropik, Azərbaycanda təxminən 60% deməli ərazini əhatə edir, biz deyəcəyik. Deməli, bu oldu Azərbaycanın yəni düşdüyü nələr? İqlim qurşaqları, yəni iqlim tipləri yox. Bu da kimin təsnifatıdır? Biz deyəcəyik ki, Alisovun təsnifatına görə Azərbaycan deməli, həm mülayim, həm də subtropik iqlim qurşaqlarında, baxın, iqlim qurşaqlarında yerləşir Alisovun təsnifatına görə. Yəni, digər ölkələrdə, bəzi ölkələrdə daha doğrusu, digər alimlərin təsnifatından da istifadə olunur. Biz isə Alisovun təsnifatından istifadə edirik. Aha, deməli, Azərbaycan əsas subtropik, qismən də mülayim iqlim qurşağına dedik ki, düşür. Yəni, Azərbaycanda 2 dənə iqlim qurşağı mövcuddur. Lakin biz deməli, iqlim tipi olaraq Azərbaycanda ümumilikdə 9 ədəd iqlim tipi olduğunu biz bilirik. Aha, deməli, bu iqlim tipləri uşaqlar, həmin bu iqlim qurşaqlarının ümumilikdə daxilində yox, hər bir ölkə üçün, belə deyək, ayrıca bir bölgü sayılır. Yəni, hər bir ölkə öz ərazisini, daha doğrusu ölkəsinin ərazisinin öz xüsusiyyətlərinə uyğun olaraq, hava şəraitinə uyğun olaraq özü üçün müxtəlif tiplərə bölüb öz ərazisini və bizdə də Azərbaycanda ümumilikdə 9 iqlim tipi var deyirik. Və bu 9 iqlim tipi də əsasən 3 başlıq altında biz deyəcəyik ki, deməli, formalaşıb. Bunlardan birincisi hansıdır? Bunlardan birincisi yarım səhra və deməli, quru çöl iqlim tipidir. Deməli, həmin bu yarım səhra və quru çöl iqlim tipi biz bir şey də qeyd edək ki, Azərbaycanda səhra yoxdur. Nə var? Yarım səhra və quru çöl iqlim tipi mövcuddur. Həmin bu yarım səhra, quru çöl iqlim tipi də 2 yarım tipə deyəcək ki, bölünür. Birincisi nədir? Birincisi qışı mülayim keçən. İndi biz xəritə üzərində bunlara bir-bir baxacağıq. İkincisi də nədir? Deməli, qışı soyuq keçən, deməli, yarım səhra və quru çöl iqlim tipi biz buna deyəcəyik. Və biz buna həm də nə deyirik? Buna həm də kontinental iqlim tipi biz deyirik. Ümumiyyətlə, biz kontinental dedikdə nə nəzərdə tuturduq? Kontinental dedikdə biz, uşaqlar, nəzərdə tuturuq nəyi? Deməli, yayda çox isti, yayda belə deyək də, lori dildə izah eləyək ki,
Bu sizin üçün yadda qalsın. Bir qədər çətin mövzu olduğu üçün yayda çox isti, qışda da çox soyuq. Aha, deməli yayda çox isti, qışda da çox soyuq hava şəraitinə biz deyirik nə? Kontinental hava şəraiti deyirik. Bu da hansı iqlim tipinə düşür? Düşür, qışı soyuq keçən yarımsəhra və quru çöl iqlim tipinə. Azərbaycanda cəmi bir yerdə yayılıb, o da haradır? O da biz deyəcəyik ki, təkcə Naxçıvan ərazisində biz kontinental iqlim tipini görürük. İndi birazdan xəritə üzərində də bunu qeyd eləyəcəyik. Misal üçün biz kontinental çox isti, çox soyuq dedikdə Azərbaycanda mütləq maksimum biz bilirik ki, Culfada neçə dərəcədir? Müsbət 46 dərəcədir. Ən soyuq da elə Culfada -33 dərəcə biz qeydə alındığını bilirik. Yəni mütləq maksimum və mütləq minimum Azərbaycanda hər ikisi Culfa rayonundadır. Naxçıvan ona görə yazmışam ki, yəni kontinental iqlim tipi, baxın bu kontinental iqlim tipi, yəni qışı soyuq keçən yarımsəhra, quru çöl təkcə Naxçıvandadır. Təkcə Naxçıvandadır və bunun da gətirdiyi əsas nəticə nədir? Biz bilirik ki, Culfada -46 və -33 qeydə alındı, düzdürmü? Biz dedik ki, nə? Daha doğrusu yayda çox isti olur dedik, yəni -46-ya qədər qalxa bilir temperatur. Qışda da çox soyuq olur, yəni -33-ə qədər temperatur düşə bilir. Və bu da təkcə harda var? Təkcə Naxçıvan ərazisində var, biz deyəcəyik. Aha, indi biz baxaq, deməli, yarımsəhra quru çölün tutduğu ərazilərə baxaq xəritə üzərindən. Bu Azərbaycanın deməli, ümumi xəritəsidir, iqlim xəritəsidir. Bir şey də qeyd edim ki, uşaqlar, ekranı deməli, ekranı yan tutsaz, daha böyük xəritəni yəni görə bilərsiniz və yaxud özünüzdə yaxınlaşdıra bilərsiniz. Aha, yarımsəhra quru çölü biz dedik ki, baxın bu sarı ərazilər, deməli, yarımsəhra və quru çölün nə idi? Deməli, qışı mülayim keçən, baxın qışı mülayim keçən tipidir. Digər burada ümumiyyətlə haraları baxıb tutulur, biz bir dənə onu da qeyd eləyək. Baxın, Samur dəvəçi ovalığını əhatə eləyir. Yarımsəhra quru çölün qışı mülayim keçəni. Abşeron qobustanı əhatə eləyir. Gür-Araz ovalığını geniş əhatə eləyir, görürük. Arazboyu düzənlikləri əhatə eləyir. Hansı düzənlikləridir burada? Biz deyəcəyik ki, Gəyən, İncə və Hərəmi düzlərini biz qeyd eləyəcəyik ki, bu üç düzü əhatə eləyir nə? Yarımsəhra quru çölün deməli qışı mülayim keçən tipi. Və bir də Acınohur və Ceyrançöl ərazisində biz qeyd eləyəcəyik ki, hara düşür? Yarımsəhra quru çöl iqlim tipinə düşür. Baxın, adından da göründüyü kimi burada nədir? Burada qışı mülayim keçir. Yəni yayın isti olduğunu biz bilirik. Çünki yarımsəhradan söhbət gedir burada. Qışı da yay kimi olmasa da bir qədər isti keçir. Misal üçün, burada hansı rayonlar var? Kürdəmir, Zərdab, Saatlı və sair rayonlar vardır. Biz bilirik ki, orada qış ayları elə də soyuq keçmir. Yəni mülayim keçir, biz buna deyə bilərik. Ona görə də adından da göründüyü kimi həmin ərazilərdə qış ayları mülayim keçir. Lakin biz burada deməli qışı soyuq deyəcəyik ki, hara? Şərir Ordubad düzünü biz qeyd eləyəcəyik. Əslində uşaqlar burada bir qədər xəritədə səhvliklər var. Misal üçün, bu tam buraya qədər əhatə eləyir. Baxın, Arazboyu düzənlikləri əhatə eləyir və Ordubad ərazisinə gəlib çatmır. Aha, biz bu ərazini deyəcəyik ki, nəyə düşür? Deməli, qışı soyuq keçən, qışı soyuq, yəni yayı isti keçən, yəni kontinental, deməli, kontinental yarımsəhra və quru çöl iqlim tipinə düşür, qeyd eləyəcəyik. Aha, və bu yarımsəhra quru çöl iqlim tipi də biz deməli hündürlük baxımından deməli burada qeyd eləyəcəyik ki, 600-800 metr arasını əhatə edir biz, yəni sıfırdan götürürük də biz bunu. Baxın, burada Kür-Araz, daha doğrusu Xəzər dənizi sahilləri -27-dir, düzdürmü? -27 metrdən 600-800 metrə qədər olan əraziləri əhatə eləyir nə? Yarımsəhra, quru çöl, iqlim tipi və yağıntılar da burada adından da bildiyimiz kimi çox azdır. Təxminən 200-400 deməli millimetr yağıntı düşür həmin bu yarımsəhra, quru çöl iqlim deməli tipinə.
Aha, biz bunu qeyd elədikdən sonra, deməli, yarımsəhra quruçul iqlim tipini biz qeyd elədikdən sonra keçəcəyik nəyə? Keçəcəyik mülayim isti iqlim tipinə. Onu da biz, deməli, yarım tiplərini burada qeyd eləyək. Deməli, mülayim isti tip qeyd eləyəcəyik ki, nəyi var bunun? 3 dənə, deməli, yarım tipi var. Biz bunu qeyd eləyəcəyik. Birincisi olacaq, deməli, qışı quraq keçən mülayim isti. Qış quraq yazaq bura. İkincisi olacaq, deməli, yay quraq keçən mülayim isti. Yayı quraq keçən mülayim isti. Üçüncüsü də olacaq nə? Deməli, yağıntıları bərabər paylanan, deməli, mülayim isti iqlim tipinin yarım tipləri, deməli, mövcuddur. Aha, biz burada, deməli, Azərbaycan ərazisini biz bayaq yarımsəhra üçün qeyd eləmədik. Yarımsəhra oldu Azərbaycan ərazisinin 50% qədərini. Bu, deməli, mülayim isti isə olacaq nə? 30% qədərini əhatə eləyir Azərbaycanda. 3-də yazmışam yağıntıları bərabər paylanan mülayim isti iqlim tipinin yarım tipi yağıntıları bərabər paylanan. Aha, dedik ki, biz yarımsəhra əhatə eləyir təxminən Azərbaycanın yarısını, mülayim istidə təxminən Azərbaycanın 1/3 qədərini biz deyəcəyik ki, əhatə eləyir. Hündürlük baxımından da biz burada, deməli, 1000 metr və 1400 metrə qədər mülayim isti iqlim tipinin yayıldığını biz qeyd eləyəcəyik. Aha, burada biz, baxın, adından da gördüyümüz kimi, birinci yarım tipdə, deməli, qışı quraq keçir. Baxın, qış quraq keçir. Burada biz qeyd eləyəcəyik. Yay quraq keçir ikinci yarım tipdə və 3-də isə yağıntılar bərabər paylanır. Yəni, həm qışda, həm də yayda eyni yağıntı düşür, biz deyə bilərik. Aha, deməli. İndi xəritə üzərindən bir-bir bunları nəzər yetirək. Xəritə üzərindən bir-bir bunları nəzər yetirək. Aha, qışı quraq keçən mülayim istiyə baxaq, hansı əraziləri əhatə eləyirsə. Baxın, gördüyünüz kimi, Böyük Qafqazın cənub-şərqini əhatə eləyir. Çox, belə deyək, az bir hissədə görürsünüz. Qanıq Əyrişay ərazisini əhatə eləyir. Əsasən, baxın, qışı quraq keçən mülayim isti dedikdə biz əsasən götürəcəyik nəyi? Qanıq Əyrişayı və bir də Kiçik Qafqazın dağətəyi və alçaq dağlıq ərazilərini əhatə eləyəcək. Ümumilikdə biz, deməli, qışı quraq dedikdə yağıntıların əsasən harda yağdığını deyirik? Yay aylarında yağdığını biz deyirik. Baxın, burada, deməli, Balakən-Zaqatala zonasında, həm də Kiçik Qafqazın orta dağlığında yağıntı, deməli, yayda, baxın, yazıram bura, yağış yayda, deməli, düşür əsasən bu zonalara. Ona görə də adından da gördüyümüz kimi, qışı burada nə keçir? Quraq keçir. Aha, biz bu yarım tipə baxdıq mülayim istinin. İndi baxaq, deməli, yayı quraq keçən yarımsəhra, daha doğrusu yayı quraq keçən mülayim istiyə. Yayılır harda? Böyük Qafqazın cənub-şərqində, baxın, gördüyünüz kimi. Həm də bu nə üçün xarakterik idi? Qışı quraq keçən üçün də, həm də yayı quraq keçən üçün də, deməli, xarakterikdir ki, Böyük Qafqazın cənub-şərqində yayılıb. Aha, sonra az bir hissədə Kiçik Qafqazın cənub-şərqində biz qeyd edəcəyik. Baxın, ümumiyyətlə cənub-şərq dedikdə, baxın, cənub-şərq dedikdə biz həm Böyük Qafqaz üçün, həm də Kiçik Qafqaz üçün yayı quraq keçən mülayim istini deyəcəyik. Və əsasən biz Lənkəran ərazisini, yəni Talış dağlarının ətəklərini, Lənkəran ovalığını biz qeyd eləməliyik. Ümumiyyətlə, uşaqlar testlərdə də yayı quraq keçən mülayim isti dedikdə ən birinci axtarmalısınız nəyi? Lənkəranı. Daha sonra isə biz həm Böyük, həm Kiçik Qafqaz üçün cənub-şərq ərazilərini qeyd elədik. Aha, deməli, yayı quraq keçən mülayim istini biz qeyd elədik. Burada əsasən Lənkəranda bunun yayılmasının biz səbəbini də qeyd eləyək. Ümumilikdə Lənkəran ərazisində biz bilirik yağıntılar, baxın, yağıntılar, yağış yazıram, düşür nə vaxt? Qışda. Yəni, belə deyək, soyuq aylarda düşür.
Yağıntılar da həmin bu vaxtlarda düşdüyü üçün burada nə cür, iqlim tipi formalaşacaq? Yay ayları quraq keçən iqlim tipi deməli formalaşacaq. Misal üçün biz burada, Lənkəranda yağışın qışda yağmasına digər bir nəticə kimi, misal üçün Lənkəran çaylarının da deməli qışda bol sulu olduğunu biz qeyd eləyə bilərik. Misal üçün Böyük Qafqazın şimal-şərq əraziləri var ha, baxın bu ərazilər. Bu ərazilərdə biz hansı aylarda demişdik, çaylar bol sulu olur? Yaz aylarında. Çünki yaz aylarında qarın əridiyi vaxt, əsasən qar suları ilə qidalandığı üçün, deməli burada yaz aylarında deməli bol sulu olur çaylar. Lakin Lənkəran ərazisində biz deyəcəyik ki, qış aylarında, çünki niyə görə? Əsas çaylar qidalanır yağış suları ilə. Ona görə də qış aylarında Lənkəran çaylarında da bol sulu dövrü biz qeyd eləyəcəyik. Deməli, yağış da qışda yağdığı üçün yay ayları quraq keçəcək. Ona görə də burada yayı quraq keçən mülayim isti iqlim tipi yayılıb. Aha, deməli, mülayim istinin digər yarım tipini biz dedik ki, yağıntıları bərabər paylanan mülayim istidir. Adından göründüyü ki, burada yağıntılar bərabər paylanıb. Baxın, burada biz əsas Qusar maili düzənliyini qeyd eləyəcəyik. Quba-Qusar zonası. Yazın bura Quba, Qusar yazın. Ərazi baxımından da yadda qalsın, yağıntılar bərabər paylanır. Burada nazik zolaq kimi biz Böyük Qafqazın cənubunu qeyd eləyirik. Baxın, burada nazik zolaq kimi digər iqlim tiplərindən də yayılıb. Ona görə indi onu birazdan biz qeyd eləyəcəyik. Aha, deməli Böyük Qafqazın biz deməli cənubunu qeyd elədik. Daha sonra da bir qədər harda Talış dağlarında biz deməli yağıntılar bərabər paylanan mülayim istini qeyd eləyəcəyik. Deməli, burada Lənkəran zonasında həm yağıntıları bərabər paylanan az bir hissə və bir qədər çox hissədə nə var? Deməli, qışı, daha doğrusu yayı quraq keçən mülayim isti iqlim tipi var. Aha, deməli, daha sonra biz keçəcəyik nəyə? Soyuq iqlim tipinə keçəcəyik. Burada biz soyuq iqlim tipi üçün də deməli yarım tipləri qeyd eləyək. Onun da deməli 3 dənə yarım tipi var. Birincisi olacaq nə? Deməli, yayı quraq keçən soyuq iqlim tipi, yayı quraq qeyd eləyək. İkincisi olacaq, deməli, qışı quraq keçən, bu da mülayim isti ilə, yəni adı baxımından eynidir. Üçüncüsü də olacaq nə? Deməli, bütün fəsillərdə bol yağıntılı. Deməli, elə bol yağıntılı yazsaq, bəs eləyər. Yəni, mülayim isti ilə soyuq iqlim tipinin yarım tipləri ad baxımından eynidir. Deməli, burada biz hündürlüyü baxımından qeyd eləyəcəyik ki, 2700 metrdən hündürdə olan ərazilərdə nə yayılıb? Soyuq iqlim tipinin yarım tipləri yayılıb. Deməli, təxminən də bu düşür. Yəni, mülayim isti bitirdi harda? 1400-də. 1400-dən 2700-ə qədər, daha doğrusu, aha, bəli, 1400-2700-ə qədər. Yəni, bu ikisinin arasında belə deyək. 2700-dən yuxarı dağ tundra olduğu üçün biz onu qeyd eləməyəcəyik. 1400-2700 arasında yayılıb nə? Soyuq iqlim tipi. 1400-ə qədər də yayılmışdı nə? Deməli, mülayim isti iqlim tipinin yarım tipləri. Aha, biz bunu deməli qeyd elədik. 3 yarım tipə də bölündüyünü biz qeyd etdik. İndi baxaq bunun xəritə üzərində hansı ərazilərdə yayıldığına. Aha, deməli, birinci baxaq yayı quraq keçən soyuq iqlim yarım tipinə. Təkcə yayılıb harda? Naxçıvanın yüksək dağlıq ərazilərində. Aha, biz burada aşağıda nəyi qeyd eləmişdik? Burada biz aşağıda qeyd eləmişdik ki, yarım səhranın qışı soyuq keçəni var idi. Deməli, burada yarım səhra qeyd eləmişdik və Naxçıvanın deməli yüksək dağlıq ərazilərində biz qeyd eləyəcəyik nəyi? Deməli, yayı quraq keçən soyuq iqlimi. Biz buradan baxın burada niyə görə yayı quraq keçən bu əraziyə düşüb? Biz soyuq adından bildiyimiz kimi qış ayları burada soyuq keçir, düzdürmü?
Yay ayları da Naxçıvan ərazisi olduğu üçün isti keçir. Niyə görə? Çünki biz Naxçıvana demişdik nə? Kontinental. Kontinental nə demək idi? Yay isti, yəni normadan belə deyək, daha çox isti. Qış isə deməli soyuq biz qeyd eləmişdik. Deməli burada yarımsəhranın kontinental tipi yayılmışdı, düzdürmü? Qışı soyuq keçən. Deməli ümumilikdə Naxçıvan ərazisində həm yarımsəhranın qışı soyuq keçəni üçün, həm də soyuğun yayı quraq keçəni üçün nə yayılıb? Kontinental tip yayılıb. Yəni ümumilikdə burada yay isti və qış soyuq olur. Yəni testdə misal üçün belə bir sual düşsə, misal üçün belə deyək də, siz Naxçıvanın kontinental olduğunu, yəni əzbər yadda saxlasaz, deməli əzbər yadda saxlasaz, biz də bilirik ki, burada Naxçıvanda dağ tundra istisna təkcə soyuq və yarımsəhra var. Yarımsəhra onun üçün qeyd eləmişəm ki, orada, yəni burada yarımsəhranın qışı soyuq keçəni var da, qışı soyuq. Yəni yarımsəhranın yarım tipidir də bu qışı soyuq keçən. Baxın, burada da biz qeyd eləmişik ki, qışı soyuq keçir, yayı da isti keçir. Deməli, soyuq tipin olacaq yayı quraq keçəni, yarımsəhranın da olacaq nəyi? Qışı soyuq keçəni. Yəni, hər ikisi kontinental tip sayılır Naxçıvan üçün. Deməli, yayı quraq keçən soyuq oldu təkcə harda? Naxçıvanda. Aha. Daha sonra biz burada qışı quraq keçən soyuğa da baxacağıq. Düşür harda? Yan silsilə ərazisində. Baxın, bu hissədə düşür. Burada qış quraq keçir. Daha sonra biz Kiçik Qafqazın orta və yüksək dağlıqda və vulkanik yaylada qeyd eləyəcəyik ki, deməli, qışı quraq keçən soyuq iqlim mövcuddur. Deməli, cəmi 2 yer yadda saxlayacaqsınız da siz. Kiçik Qafqazın yüksək dağlıqları və bir də yan silsilədə müəyyən bir ərazini qışı quraq keçən soyuq iqlim kimi deməli yadda saxlayacaqsınız. Burada həm də nə var idi? Biz burada həm də qeyd eləmişdik ki, deməli, mülayim istinin, deməli, qışı quraq keçən mülayim istinin qışı quraq keçən yarım tipini qeyd eləmişdik. Deməli, bu ərazilər qışda quraq olduğu üçün biz bilirik ki, yağış haçan yağır bura? Yağış yağır yayda. Yağış bura yağır yayda. Deməli, biz burada həm mülayim istinin qışı quraq keçəni görəcəyik, baxın bu ərazilərdə, yəni alçaq dağlıqda, həm də deməli soyuğun qışı quraq tipini görəcəyik. Deməli, burada hər ikisi yayılıb. Həm mülayimin, həm də soyuğun hansı yarım tipi? Qışı quraq keçən yarım tipi. Səbəb də odur ki, yağış haçan yağır? Yayda yağır. Və istisna kimi də biz qeyd edəcəyik ki, yan silsilədə deməli qışı quraq keçən soyuq tip var. Aha. Deməli, biz yağışın burada yayda yağdığını qeyd elədik. Daha sonra biz baxaq, deməli, bütün fəsillərdə bol yağıntılı olan soyuq iqlimə. Baxın, bu da nazik zolaq kimi nədir? Yayılıb Böyük Qafqazın cənubunda. Deməli, biz bayaq burada belə bir şey qeyd elədik ki, uşaqlar, mülayim isti üçün. Baxın, mülayim istini biz qeyd elədik harda? Aşağıda. Bu qırmızı xətt kimi çəkdiyim nədir? Mülayim istinin bol yağıntılısı, düzdürmü? Onun üstündə nə var? Soyuğun bol yağıntılısı. Yəni, siz bu ardıcıllığı necə yadda saxlaya bilərsiniz? Biz bilirik ki, baxın, bu istiqamətdə qalxdıqda hündürlüyə doğru hava neynir? Soyuyur da, düzdürmü? Və bu yaşıl ərazi də bu qırmızı ərazidən hündürdə olduğu üçün bura deməli olacaq soyuq deməli tipinin bol yağıntılısı, aşağıda qırmızı ilə qeyd elədiyimsə olacaq nə? Mülayim istinin nəyi? Bol yağıntılısı. Yəni, əvvəlcə aşağıdan yuxarı qalxdıqda mülayim isti gəlir, daha sonra soyuq gəlir. Ümumiyyətlə, biz də bilirik ki, yuxarı qalxdıqca havanın temperaturu deməli, Böyük Qafqaz dağlarında soyuyur. Aha, deməli, biz aşağıdan yuxarı qalxdıqca əvvəl mülayim istini qeyd eləyəcəyik, daha sonra da soyuq iqlim tipini qeyd eləyəcəyik. Daha sonra bizim üçün gəlir dağ tundra iqlim tipi. Bu da 2700 metrdən deməli yuxarı ərazilərdə olur. Orta illik temperatur da nədir? 0 dərəcədən deməli aşağıdır. Yəni burada şaxtalı hava özünü göstərir. Harda yayılıb bu da? Deməli su ayırıcı dağlarda, Böyük Qafqazın yüksək zirvələrində, yəni 2700-dən yuxarı zirvələrində
Daha sonra da baxın burada Murovdağ ərazisində, Zəngəzur ərazisində və bir də Kiçik Qafqazın 2700-dən yuxarı olan ərazilərində dağ tundra iqlim tipinə biz rast gəlirik. Lənkəranda deyəcəyik ki, yoxdur. Dağ tundra burada 2700-dən hündür dağlar olsa da, orada temperatur inversiyası baş verdiyi üçün dağ tundra iqlim tipi Lənkəranda deyəcəyik ki, yoxdur. Aha. Deməli, biz ümumi xəritədə bir daha baxaq. Deməli, qışı mülayim keçən, baxın, yarımsəhra, quru çöl bir nömrə ilə bizim üçün işarələnib. Sarı olan bütün ərazilər, uşaqlar. Deməli, xəritədə sarı rənglə rənglənən bütün ərazilər, baxın, bu hissələr, baxın, gördüyünüz kimi nədir? Yarımsəhra, quru çölün, deməli, qışı mülayim keçən tipidir. Daha sonra qışı soyuq keçən 2 nömrə ilə işarə olunub. Baxın, görürsünüz, təkcə hardadır? Bu hissədədir. Kontinental dediyimiz hissə, baxın, bu hissədir. Bu nədir? Qışı soyuq keçən yarım səhra. Vəssalam, yəni yarım səhra bitdi. Azərbaycan dedik ki, təxminən yarısını tutur. Deməli, bu yarım səhra iqlim tipi. 3 olacaq. Qışı quraq keçən mülayim isti. Baxın, 3 dedik, Qanıq Əyriçay ərazisidir. Baxın, görürsünüz, 3 yazılıb burada, 3 yazılıb burada. Deməli, Qanıq Əyriçay ərazisi nədir? Qışı quraq keçən mülayim istidir və bir də haranı biz qeyd elədik? Kiçik Qafqazı qeyd elədik. Yağıntı yayda yağdığı üçün, baxın, yayda yazıram, sarı rənglə yazın. Baxın, bu hissəni tutur dedik. Yayda, yəni yağıntı yayda yağdığı üçün bura, deməli, qış ayları quraq keçir. Biz bunu qeyd elədik. Sonra, deməli, 4 olacaq yayı quraq keçən mülayim isti. 4 nömrə ilə işarə olunan dedik ki, yay quraqdırsa, yağıntı qışda yağır. Harada ora? Lənkəran ərazisidir. Baxın, bu hissə, deməli, yayı quraq keçən mülayim istidir. Yayda. Yəni, yağış yayda yağdığı üçün, deməli, daha doğrusu qışda, üzr istəyirəm, qışda yağdığı üçün, qışda. Yağış burada qışda yağdığı üçün Lənkəranda yay ayları nədir? Quraq keçən mülayim isti burada yayılacaq. Az bir hissədə də harda yayılıb? Deməli, Böyük Qafqazın cənub-şərq ətəyində və Kiçik Qafqazın cənub-şərq ətəyində biz dedik ki, deməli, cənub-şərq dedikdə nə yadda saxlayacağıq? Yayı quraq keçən mülayim isti. Sonra biz üçün gəlir, deməli, yağıntılara bərabər paylanan mülayim isti. Biz dedik ki, düşür Quba-Qusar zonasına və bir də düşür, deməli, Böyük Qafqazda Nazi Zolaq kimi və Lənkəran ərazisində deyəcək ki, yayılıb. Baxın, fikir versəz, 5-in üstündə burada nədir? Baxın, bu 5 yazılıb da, düzdürmü? 5-in üstündə 8-dir. 5 oldu, yağıntıları bərabər paylanan mülayim isti. 8 də oldu, bütün fəsillərdə bol rütubətli. Yəni, o da elə yağıntıları bərabər paylanan mənasındadır. Deməli, soyuq iqlim. Deməli, aşağıda oldu mülayim isti. Baxın, 5 aşağıda oldu mülayim isti. Üstdə də soyuq. Yəni, yuxarı qalxdıqca havanın temperaturu düşdüyü üçün hər ikisi, deməli, yağıntılar bərabərdir. Lakin üstdə olan nədir? Soyuqdur. 9-dakı bilirsiniz ki, dağ tundra iqlimidir. 6. Deməli, yayı quraq keçən soyuq iqlimi biz qeyd edəcəyik. Təkcə harda idi? Naxçıvanın, deməli, yüksək dağlıq ərazilərində yayı quraq keçir burada. Çünki havalar orada yayda çox isti, qışda da çox soyuqdur. 7 biz qeyd edəcəyik qışı quraq keçən soyuq iqlim. Deməli, 7 yayılıb bizim üçün biz qeyd edəcəyik ki, yan silsilədə bayaq qeyd elədik və deməli, Kiçik Qafqazın yüksək dağlıq ərazilərində biz bunu qeyd elədik. Bütün fəsillərdə də bol yağıntılı soyuq iqlimdə biz bayaq qeyd elədik ki, 8 olan, deməli, ərazilərdir. Təkcə burada, Böyük Qafqazın yüksək dağlığında yayılıb. Dağ tundrada biz qeyd elədik ki, deməli, Böyük Qafqazın 2700-dən yuxarı ərazisi, Kiçik Qafqazın və bir də Zəngəzur dağlarında onu biz yayıldığını qeyd elədik. Lənkəranda da gördüyünüz kimi 9 nömrə yoxdur. Baxın, Lənkəranda 9 nömrə yoxdur. Burada bəzi istisnalar var. Lənkəranın Talış dağlarında. Baxın, 2 yazıb. Baxın, görürsünüz, 2 yazıb. Nədir 2?
qışı soyuq keçən yarım səhra, 2-1 də burada var, biz qeyd elədik. Qırmızı ilə işarə edeyim ki, biləsiniz. Baxın, 2 burada dedik, 1 də burada dedik. İstisna kimi Vordola, Lənkəranda var. 6 biz qeyd elədik, yayı quraq keçən soyuq iqlim. 6 baxın, Naxçıvanda da var dedik, təkcə buradadır. Baxın, fikir verirsiniz, bu ikisi, baxın, bu 2 və 6 təkcə Naxçıvanda var. Bir də istisna kimi Talış dağlarında var. 7 də biz dedik ki, qışı quraq keçən soyuqdur. Baxın, 7 burada da var və yan silsilədə və deməli, Kiçik Qafqaz dağlarında var. Yəni, bu elə 2 ilə 6-nı yadda saxlasaz, təkcə Naxçıvanda və Talış dağlarında istisna kimi, yəni qeyd eləsəz, bəs edir. Aha, dərsimiz bu qədər. Kimin nə sualı varsa qeyd eləyə bilər. Vaxtımızın da bitməsinə az qalıb. Kimin sualı varsa qeyd eləsin. Həmin hissəni biz yenidən izah edək.